Salamünaleyküm dəyərli izləyicilər. Daha öncə paylaşdığımız bir videoda bu sansevieria bitkisinin əyri bir yarpağı var idi. Onu bölüb 3 hissəyə burada əkmişdik və indi sizə onun nəticəsini paylaşmaq istəyirəm. Maşallah görürsünüz nə qədər bala verib. Yəni belə şeylər edin, təbiətə qazandırın. Yəni bir dənə əyri bir budaq idi. Onu ancaq keçib budaya bilərdik. Onu kəsdik. Yəni uzun bir videoda orada qeyd eləmişik, nəyini necə eləmişik. İnşallah siz də baxarsınız. Sansevieria özü çox gözəl bir bitkidir. İstər baxımı olsun, baxımla rahatçılığı olsun, istər Wi-Fi-dan və yaxud da ki, mebellərdən gələn zərərli şüaları mı deyək, zərərli maddələr mi deyək, qarşısını alandır. Yataq otağı üçün xüsusi gözəl bir bitkidir. Və əkimi, qulluğu dediyim kimi o qədər rahatdır ki, bunu əgər öldürmək istəyirsə, dibinə ancaq sərlər qaza töküb elə öldürə bilərsiniz. Yəni belə baxımı çox rahatdır və inkişafı da göz qabağında. Maşallah, hardasa bir 2 ayın videosudur ki, bu qədər inkişaf verib. Özünüzə yaxşı baxın, sağlam.